təşəkkür edirik bu evladları yetişdirən bütün analara. Mən çox xahiş edirəm, yəni bu mahnıya görə demirəm. Ümumiyyətlə, Azərbaycanımızın şanlı ordusu, başda ali komandanımız olmaqla, bizi bugün də düşmənlə üzrə qoruyan evladlarımız var, analarımız var. Mən bir alqış rica edəsəm sizdən, bütün elə şəhidlərimiz başda olmaqla, qazilərimiz başda olmaqla, bütün Azərbaycan ordusuna olsun bu alqış. Çünki onlar bugün yenə də bizim balalarımız bizi qoruyurlar. İnşallah ki, o ağrılar günlər bir daha olmasın. Ana, Allah sizə səbir versin. Nə deyim? Təşəkkür edirəm. Bizi, yəni, buraya yığmışsınız. Biz bugün Aslanın işığına yapışmışıq. Məkanı cənnət, məqamı uca olsun. Yenə deyirəm, şəhidlər haqqında dillər, bir kəlmə, bir söz Allah qatında qəbul olmuş dualarla. Təşəkkür edirəm hər birinizə. Biz də sizə təşəkkür edirik. Gəldiyiinizə. Hörmətli qonaqlar, bizim sinifin şəhid ailəsinə kiçik bir hədiyyəsi var. İcazənizlə onu təqdim etmək istəyirik. Bu boyda qəhrəman analar var. Bu qəhrəman anaların sayəsində biz də bugün buradayıq. O oğullar sayəsində buradayıq. Mən özümü təqdim edib, dilçi filolog, yazıcı, publisist, Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü, Prezident Administrasiyasının Mətbuat Şöbəsinin üzvü, Vətən Partiyaları Layihəsinin rəhbəri, 9 kitab müəllifi, 40-dan çox elmi məqalənin rəhbəri, Kanal F5-in təsisçi direktoru, Azərbaycan prezidentinə həmişə işləyən bir jurnalımız var ki, Sənət Dünyası Nuru jurnalının təsisçi baş redaktoruyam. Sevda xanım, mən sizi əvvəla bu gözəl münasibətlə təşəkkür edirəm. Çünki qəhrəmanlarımız, şəhidlərimiz, qazilərimiz silaha sarılıb, torpaqlarımız uğrunda döyüşlərə getdisə də, bizim yazar insanlarımız qələmlərinlə döyüşdü. Eləcə də jurnalistlərimiz bildiyiniz kimi siyasi arenalarda döyüşdü. Bugün mən ulu öndərimiz Heydər Əliyevin sözünlə burada sözümə başlamaq istəyərdim ki, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ona görə fəxr edirəm ki, mənim millətimin kökündən, kök soyundan gələn ən böyük əqidəsi onun milliliyində, qürurunda kişilik, qeyrət olan bir millətdir. Qeyrət olan, kişilik olan millət heç zaman əyilməz, heç zaman basılmaz. Və bugün bizim ali komandamız, ali prezidentimiz öz danışığıyla dünyalara fəth elədi ki, bugün biz millət olaraq varıq, olacağıq və olmalıyıq da bir yumruq olaraq bütün xalqı birləşdirdi. Mən bugün şəhidlərə onu demək istəyirəm, doğrudan ürəyim doludur. Çünki mən Vətən Partiyaları Respublikası və Vətən Partiyaları layihəsinə görə dövlət tərəfindən ilin birincisini almış, Hacı Zeynalabdin Tağıyev medalı almış və xüsusi istifahanın Aytaba medalını almış bir şəxsən, ona görə ki, mənim həmişə borcum şəhid ailələrinə hər zaman yanında olmaq olub. 5 il mən təməmmü şəhidləri üçün verilən şeiri burada biz qeyd eləmişik. Vətən torpağına can qurban deyib,
Düşmənlə döyüşə girdi şəhidlər. Ana torpağına göz dikənlərin nəşri torpağa sərdi şəhidlər. Vətən torpağını müqəddəs sandı, onun keşiyində möhkəm dayandı. Qısas arzusuyla alışdı, yandı, azadlıq gülünü dərdi şəhidlər. Gənclik arzuları ürəkdə qaldı, sevgi məktubları cibdə saraldı. Döyüşlərdən döyüşə qələbə çaldı, vətənin nər oğlu, nərdi şəhidlər. Əsirlikdə qalmaz ana torpağım, azad olmalıdır ananım, dağım. Qoy qaliblər kimi çağlasın adım, tarixə bir dastan verdi şəhidlər. Şəhid arzusunda ömrü bitirdi, qələbə sevincini xalqa yetirdi. Ata-anasına şöhrət gətirdi, vətən üçün mən əskərdi şəhidlər. Mən bilirəm ki, mənim qələm dostum, şairə xanım Sevdə xanım, ta o müharibə başlayandan qələminlə dayanmır. Hər zaman şəhid ailələrlə Hepiniz hoş geldiniz. Hepiniz hoş gördük. Bugün burada çok büyük bir samimiyet gördüm. Bir kitaplarımız bir köprü rolu oynadı. Bütün aile buradadır. Allah şehitlerimize rahmet eylesin. Bugün şehit xüsusi təyinatlı qüvvələrin şəhidi, şəhid Aslan İsmailovun işığına toplaşmışıq. Onun kitabının müəllifi Sevdə xanım burada iştirak edir və bütün şəhid analarımızın qarşısında mən kitabı vermək istəyirəm. Sevdə xanım təqdim eləsin anamıza, atamıza, gələn bəzi qonaqlarımız var ki, kitab təqdim olunacaq onlara. İnanıram ki, kitab bəyəniləcək. Çox əziyyət var, 6 aylıq bir əziyyət var burada. Anamı təbrik edirəm. Yəni, çətin bir yoldu, həqiqətən çətin bir yoldu, heç də asan deyil. Gülbəniz ana, siz oğlunuzun adını belə gözəl bir məfhumla, belə gözəl bir hadisə ilə yaddaşlara həkk elədiniz. Bu əvəz edilməzdir. Səsə versəydiniz, kitabı götürəm. Kitabımız üz qabığı dizayn mənə aiddir. Şəhid Aslan İsmailov. Kitabımızın üz qabığının dizayn mənə aiddir. Redaktə eləmişəm. Sevdə xanımın göz nuru, əl əməyi. Sevdə xanım İbrahimli. Naxçıvan şəhər Zulfa rayon Bələdiyyə kəndindəndir və artıq illərdir ki, o şəhidlərimiz üçün